Salam dostlar. Hal-hazırda OTK 20 sınaq 3-cü qrup sınaq 2-ni işləyirik. Mövzu Azərbaycan 11-15-ci əsrlərdə. Birinci sual, səbəb-nəticə əlaqəsinin pozulduğu bəndi müəyyən edin. A variantı, Şirvanşah Hüseygin üsyan nəticəsində öldürülməsi və Dərbəndilər sülaləsinin Şirvanda hakimiyyətə gəlməsi. Bəli, bu düzgün cavabdır. Çünki Şirvanşah Hüseyng 1372-1382-ci illərdə hakimiyyətdə olub. Yəni Dərbəndi Kəsrani sülaləsindəndir. 82-ci ildə də Dərbəndilər sülaləsi hakimiyyətə gəlir. İbrahim Dərbəndi Dərbəndilər sülaləsinin ilk nümayəndəsidir. Hüseygdən sonra hakimiyyətə gəlir. B variantı, Qızıl Orda hökmdarı Canı Bəyin Təbrizə gəlməsi. Söhbət 1357-ci ildən gedir. Hülakilər dövləti süquta uğradı. Düzgün cavabdır. C variantı, Teymuri şəhzadələri arasındakı çəkişmələrin güclənməsi. Cahanşahın İranın mərkəzi və şərq əyalətlərini ələ keçirməsi. Düzgün cavabdır. Söhbət 1458-ci ildən gedir. 1459-da Herat sülhü imzalanır. D variantı, Baharlı sülaləsinin son nümayəndəsi Həsən Əlinin hakimiyyətdən uzaqlaşdırılması və Bayandurlu sülaləsinin hakimiyyətə gəlməsi. 1468-ci ildən gedir söhbət. Qaraqoyunlu dövləti süqut edir, yerində Ağqoyunlu dövləti meydana gəlir. Bayandurlu sülaləsi yəni hakimiyyətə gəlir. Y variantı, Otluq Beli döyüşünün baş verməsi. Söhbət 1473-dən gedir. Osmanlı qoşunun Azərbaycan şəhərlərinə daxil olması. Düzdür, Otluq Beli döyüşündə Osmanlılar qalib gəlir, amma Azərbaycan şəhərlərinə daxil ola bilmir. Bu arada xatırladaq ki, Malatya 1-ci idi, 1473 1 avqustdur. Otluq Beli isə 1473 11 avqustdur. Arada 10 günün fərqi var idi. Uyğunluq deməli pozulub Y variantında. Növbəti suala baxaq. Uyğunluğu müəyyən edin. Şirvanşahlar dövləti 3-cü Mənçöhür və deməli 1-ci Axistan. Deməli, Şirvanşahlar dövlətinin 3-cü Mənçöhür və 1-ci Axistan Kəsrani nümayəndəsindəndir. 3-cü Mənçöhür 1120-1160-cı ildə hakimiyyətdə olub. Deməli, 1-ci Axistan isə 1160-dan 1196-ya qədər. 3-cü Mənçöhürə aid olanlar. A variantı, İraq Səlcuq Sultanı Mahmudun yürüyüşünə məruz qalması. Bəli. Deməli, söhbət 1123-cü ildən gedir. Niyə? Çünki 3-cü Mənçöhür Səlcuqlara xərac ödəməyə dayandırmışdı, Gürcülərlə yaxınlaşmışdı. Belə deyək, arvadı Tamarın təsir altında. B variantı, Dərbəndilər sülaləsinin təmsilçisi idi. Xeyr, dedik, Kəsrani nəslindəndir. C variantı 1125-ci ildə Şirvanın tam müstəqilliyini bərpa elədi. Bu da düzgün cavabdır. Çünki Gürcü çarı 4-cü David ölür, yəni qaynatası ölür. Bundan sonra Şirvanın tam müstəqilliyini bərpa edir 3-cü Mənçöhür. Deməli, 1-ə A, C. Uyğun variant Y variantdır. Yenə digərinə baxaq. 1-ci Axistan dövlətin yaradılması. Xeyr, Şirvanşahlar dövlətinin əsasını Heysam ibn Xalid qoyub yanlışdır. B variantı, paytaxtın Şamaxıdan Bakıya köçürülməsi. Düzgün cavabdır. 1192-ci ildə Şamaxıdakı zəlzələ ilə əlaqədar paytaxt Bakıya köçürülmüşdür. C variantı, Qızıl Orda dövlətinin hücumuna məruz qalmışdır. Xeyr, Qızıl Ordanın hücumuna məruz qalan Şirvanşah hökmdarı 1-ci İbrahim Dərbəndi idi. Deməli, düzgün cavab 1-ə A, C, 2-ə B, Y variantı. Növbəti sualımıza baxaq. Deməli, 15-ci əsrdə Azərbaycanda istehsal edən məhsula görə alınan və əsas olan suvarma suyundan istifadəyə görə kəndlərdən alınan və maldarlığın otlaqlardan istifadəyə görə ödədikləri vergi növlərini müəyyən edin. Deməli, bizə lazım olan ardıcıllıqdır. Necə qurmalıyıq? Deməli, nədir? Birinci, məhsula görə deyirsə, mal cəhətdir. Məhsula görə mal cəhəti sudan bəhrədir, otlaqlardan çoban bəyidir. Düzgün cavab 3-dür, yəni Y variantı. 4-cü suala baxaq. Telefonu nizamlayaq. 4-cü sualda necədir? Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Məlumat olmadığı dövlət lazımdır bizə. Paytaxtları Marağa, Təbriz, Sultaniyə olmuşdur. Söhbət Elxanilərdən gedir, yəni Hülakilərdən 1258-də meydana gəlib, 1357-də süqut eləmişdir. Sonra deyir, ərazisində 11-ci əsrin 20-ci illərində Oğuzlar köçürülmüşdür və Vadilərdən gedir söhbət. 1028-ci ildə Vəsudanın zamanından.
Daha sonra Slavyanların 944-cü il Bərdəyə qarətçi yürüşü baş vermişdir. Bu 944 düşür Salarlərin zamanında. 11-ci əsrin 60-cı illərində Alanların hücumuna məruz qalmışdır. Alanların hücumuna Şəddadilər məruz qalıb. Deməli, Sacilər haqqında heç bir məlumat yoxdur. Daha sonra 5-ci sualımıza baxaq. Hülakilər dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Hülakilər dövləti nə zaman mövcud olub? Hülakilər bildiyimiz kimi dedik ki, Elxanilərdir. 1258-də Monqolların 3-cü yürüşü zamanı. 58-də 1357-ci ilə qədər mövcud olub. 1357-ci ildə Qızıl Orda xanı Canıbəy varlığına son qoyub dövlətin. Deməli, A variantı Əmir Teymurun Terek çayı sahilindəki döyüşdə Toxtamış xanı məğlub etməsi mövcudluğu dövrünə xeyr. Bu söhbət 90-lardan 1395-dən gedir, əlaqəsi yoxdur. Bu Hülakilər dövləti 1357-də süqut edib. B variantı Cormoğun Noyanın başçılığı ilə Monqolların Azərbaycana hücumu. Deməli, Cormoğun Noyan Monqolların ikinci yürüşünə aiddir, 1231. Artıq hələ Hülakilər dövləti yox idi, 1258-də yaranıb. C variantı Əlincə qalasının Əmir Teymur tərəfindən tutulması 1400-dədir. D variantı Subutay və Cəbənin başçılığı ilə Monqolların Azərbaycana yürüşü. Söhbət birinci yürüşdən gedir, 1220-1222-dən. Hülakilər dövləti hələ yoxdur. Məhəmməd Olcaytunun mərkəzi hakimiyyəti daha da qüvvətləndirməsi, bəli. Məhəmməd Olcaytu Hülaki hökmdardır, yəni Hülakilər dövlətinə düşür. 6-cı suala baxaq. Deməli, deyir, hadisələrin, aydın düşür. Hadisələrdən hansıların yerləri dəyişdirilərsə, Şirvanşahlar dövlətinə aid xronoloji ardıcıllıq düzgün olar. Şirvanşah 1-ci Fəribürzün Səlcuq Sultanının ali hakimiyyətini qəbul etməsi söhbət 1066-dan gedir Səlcuqların yürüşündən. 2. Şirvanşahların paytaxtının Şamaxıya köçürülməsi Şamaxıya 918-dir. Deməli, mən burada 1066 dedim, 918 dedimsə, deməli, hələ birdən ki, yeri dəyişikdir, digərlərinə baxın. Şeyx İbrahimin Şirvan şahı elan olunması 1382, 1-ci İbrahimin Təbrizə daxil olması 1406, 1-ci İbrahimin Qara Yusifə məğlub olması Kür döyüşündən gedir söhbət 1412. Deməli, burada elə 1-dən 2-nin yerləri dəyişilməlidir. Sonra keçdik 7-ci suala. Memarlıq abidələrinin inşa edilməsinin xronoloji ardıcıllığını müəyyən eləyin. Deməli, Bərdə türbəsi, Naxçıvandakı Əlincə qalası, Marağadakı Göy Günbəz, Təbrizdəki Qeysəriyyə bazarı. Deməli, bunların içərisində ardıcıllıqdan desək, Əlincə qalası 2, 9-cu əsr, 9-11-ci əsr, Bərdə 13-cü əsrdir, 14-cü əsrdir. Marağadakı 13-14 gedir də, Bərdə türbəsi yox, 1309-dan başlayır, 14-cü əsr. Marağadakı Göy Günbəz, üzr istəyirəm, deməli, birinci Naxçıvanın Əlincə qalasıdır. Ondan sonra gəlir Marağanın Göy Günbəzi. 13-cü, sonra gəlir Bərdə türbəsi. Təbrizdə Qeysəriyyə bazarı ən sondadır. Deməli, onda ardıcıllığımız olur. Naxçıvanın Əlincə qalasını dedik. 2, 3, 1 və 4. A variantı. Qeysəriyyə bazarı ən sondadır. 15-ci əsrdə. 8-ci sual. Hülakilər dövlətinin 14-cü əsr tarixinə aiddir. 14-cü münçüzlər axtarıram. Deməli, Məhəmməd Olcaytunun hakimiyyətə gəlməsi, bəli, 1295, 13-cü əsrdir, hakimiyyətə gəlməsi. 13-cü əsr deyirsə, üzr istəyirəm, 1295-dən 1304-ə qədər hakimiyyətdə olub Qazanxan. Qazanxandan sonra Məhəmməd Olcaytu hakimiyyətə gəlib. Deməli, biri götürürəm. Dövlətin yaranması xeyr, 13-cü əsrdə 1258-dən gedir söhbət, bunu götürmürük. Əmir Çobanın dövləti idarə etməsi, bəli, biz bunu götürəcəyik. Əmir Çoban Əbu Səidin, belə deyək, az yaşlı olmasından istifadə edir, dövləti idarə eləyir. 3-ü götürdüm. Qızıl Orda dövləti ilə mübarizənin başlanması,
Xeyr, Qazan xanın fərmanına görə kəndlərin bir yerdən başqa yerə köçməsinin qadağan edilməsi 1303. Deməli, düzgün cavab 1, 3, 5-dir, yəni Y variantı. 9-cu suala baxaq. Bunu aydın çəkim. Daha gec olmuşdur. Şeyx Üveysin Şirvanşahları özünə tabi etməsi 1300. Şeyx Üveys barədə Cəlali hökmdarıdır. 1367-dən gedir söhbət. Gəncədə Usta Bəndər üsyanı 1231. Axsunqurlar dövlətinin süqut etməsi 1227. Xarəzmşah Cəlaləddin son qoyur. Azərbaycanın Monqollar tərəfindən işğalının başa çatdırılması, Dərbəndin tutulması ilə olur. İkinci yürüşün sonu, yəni 1239. Şirvanşah 1. İbrahimin Təbrizə daxil olması 1406. Burada daha gec olanı elə deməli Y variantıdır. 10-cu sual. Aydın qoyum. Hülakilər dövlətinin 13-14-cü əsrlər tarixində baş vermiş oxşar hadisələr 13 və 14-cü əsr tarixlərinə aid olsun. Osmanlı dövləti ilə toqquşmaların baş verməsi əlaqəsi yoxdur. Hülakilər Osmanlılarla toqquşmayıb. Deməli, A da getdi, B də getdi. Qızıl Orda dövləti ilə mübarizə aparılması, bəli, Hülakü xanın zamanında da aparılıb müharibə, elə belə deyək də, Əbu Səidin zamanında da müharibə aparılıb. Deməli, mən 2-ni götürürəm. Azərbaycan torpaqlarında hökmranlıq etməsi, bəli, çünki paytaxt Təbriz idi, Azərbaycan torpağında hökmranlıq edilirdi. Daha sonra gəldik, Cəlalilər dövlətinin yürüşlərinə məruz qalması. Xeyr, Cəlalilər deməli yaranıb dövlət olaraq 1340-da. Azərbaycanı öz təsiri altına alıb 1359-cu ildə. Şirvanşahları öz təsiri altına alıb 1367-də. Yəni söhbət 14-cü əsrdə gedir. Hansı ki, belə deyək də, Azərbaycan təsiri altına alanda 1359-cu ildə artıq Hülakilər dövləti yox idi. Yəni Hülakilər 1357-ci ildə süqut edilir. Yəni düzgün cavab burada 2 və 3-dür. 11-ci suala baxaq. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. Cəlaləddinin təyin etdiyi canişinlərinin Azərbaycanı talaması söhbət Xarəzmşah Cəlaləddin'dən gedir. 1231-ci ildə sənətkar Bəndərin başçılıq etdiyi Gəncə üsyanının baş verməsi, bəli, bu düzgün cavabdır. Gəncə üsyanı olur ağır vergilərə görə, özbaşınalığa görə. 2. Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə gəlməsi, Hülakilərin varlığına son qoyması, bunu bayaqdan deyirəm, bəli, 1357-ci ildə düzdür. 2 variant seçirik, elə 1-2-dir. O birləri oxuyaq. Əlincə qalasının Əmir Teymur tərəfindən tutulması Azərbaycanın bütövlükdə Çingiz xanın qurduğu dövlət. Xeyr, Çingiz xan Monqol dövlətini qurub, amma biz Teymurlər dövlətindən danışırıq. Səhvdir. Qızıl Ordu hökmdarı Toxtamış xanın Azərbaycanın yürüşü, Şirvanşahların süqutu. Xeyr, Şirvanşahları süquta uğradıb. Səfəvilər 1538-ci ildə. Deməli, düzgün cavabımız oldu A variantı. 1 və 2. Növbəti sualımız 12-ci sual. Yaxınlaşdırım tam. 15-ci əsrdə hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. Deməli 15-ci əsrdə hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. Mənə bir hökmdar lazımdır, onda yəqin ki. Gəldi, deyir ki, atasının Şirvanda dostluq siyasətini davam etdirmişdir. Şeyx Heydərin öldürüldüyü döyüşdə iştirak edib. Bunda Yaqubdan gedir söhbət. Əpər sazişinin imzalanmasında iştirak edib. Xeyr. Digər hökmdarlarla müqayisədə daha çox soyurqal paylı bu Rüstəm idi, yox. Hakimiyyət dövründə ölkə daxilində nisbi sakitlik hökm sürüb. O qədər də işğalçı yürüşlər aparmayıb, durğunluq dönəmi idi, düzdür. Şeyx Cüneydin öldürüldüyü döyüşdə iştirak etmişdir. Xeyr. Ümumiyyətlə, Şeyx Cüneyd öldürülüb 1460-cı ildə Samur döyüşündə. Onda Qaraqoyunlu Cahanşah idi. Bir də Şirvanşah Xəlullah. Yəni, əlaqəsi yoxdur. Deməli, düzgün cavab 1 və 4-dür B variantı. Atasının Şirvanla dostluq siyasətinə davam etdirib, amma buna baxmayaraq Yaqub atasından fərqli olaraq Ərdəbil hakimlərlə münasibəti sonra körladı. Əvvəl normal, belə deyək də, münasibət, qohumluq münasibətində olsa da 1483-1487-ci illərdə deməli, köməklik göstərsə də Şeyx Heydər sonra qısqanır. 1488-ci ildə Şahdağ döyüşündə Şirvanşah Fərrux Yasarın tərəfinə keçir. Daha sonra 13-cü suala baxaq. Deməli, Şirvanşahlar Cəlalilər dövləti və Şəki hakimliyi üçün ümumi cəhət
Gəldik Osmanlı dövləti ilə mübarizə aparmaları. Osmanlı dövləti ilə mübarizə aparmaları. Məsələn, Şirvanşahlar aparıb, bəli, Şəkidə aparıb. Niyə? Teymurun tərəfindən çıxış eləyib, söhbət Ankara döyüşündən gedir, aparıb. Teymurun yanında olublar. Amma Cəlalilər yox. Eyni bir əsrdə yaranmaları. Şirvanşahlar 861, yəni 9-cu əsr. Cəlalilər 1340, yəni 14-cü əsrdə yaranır. Şəki hakimliyi zaten əvvəldən var idi 9-cu əsrdən. Deməli bu səhvdir. Sonra C variantı Monqolların Azərbaycana ikinci yürüşü zamanı süqut etməsi. Xeyr, əlaqəsi yoxdur. Qeyd eləmişdik, Şirvanşahlar hər biri fərqli vaxtlarda süqutdur da. Yəni 16-cı əsrdə Şirvanşahdır. Cəlalilərin süqutu deməli Cəlalilər 1410-da süqut eləyib. Sonra gəldi Osmanlı dövləti ilə müttəfiq olması. Osmanlı dövləti ilə müttəfiq olması, Cəlalilər, Şəki, Şirvan müttəfiq deyildi, xeyr. Teymurlərlə mübarizə aparması, bəli. İndi deyəcəksiniz ki, necə oldu? Bayaq deyirdiniz Şirvanşah, Şəki Teymurlərdən dost münasibətindədir. Bu Əmir Teymurun zamanında dostluq münasibətində olublar. Amma Əmir Teymur öldükdən sonra Şirvanşah da Şəkidə Teymurlərlə münasibəti dəyişmişdi. Cəlalilər zaten Teymurun sağlığında da Teymurdan münasibəti gərgin idi. Biz bunu Sultan Əhməd Cəlalirdən də bilirik. Deməli, düzgün cavab burada Y variantıdır. 14-cü sual. Tiflis Müsəlman Əmirliyi ləğv olundu. Bizə döyüşlərin adları lazımdır. Aha. Tiflis Müsəlman Əmirliyi ləğv olundu Didiqori döyüşü nəticəsində. Teymurlərin Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyuldu. 1408-ci. Deməli, Tiflis Müsəlman Əmirliyi qoy ardıcılıqdan deyim. 1122-də ləğv olunur. Teymuri Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyuldu 1408-ci ildə Sədri döyüşündən. Qaraqoyunlu dövlətinin tənəzzülünü sürətləndirdi Muş döyüşü 1467-ci ildə. Yəni düzgün cavab D variantıdır. Daha sonra 15-ci sualımıza baxaq. Aha. Uyğunluğu müəyyən edin. Ağqoyunlu hökmdarı indi hərəsindən hansı uyğundursa onu seçəcək deməli. Tak gəldik. Bir sıra islahatlar keçirdi. 20-yə qədər vergini ləğv elədi. Söhbət Gödək Əhməddən gedir. Daha sonra Əpər sülh sazişinin bağlanmasında iştirak edib. Xeyr, Əpərdə heç biri bu aid deyil. Çoxlu soyurqal payladı. Naxçıvan döyüşündə məğlub oldu. Çoxlu soyurqal paylayan Rüstəm idi. Qısa müddətdə 97-ci ildə hakimiyyətdə oldu. Bu Gödək Əhməddir. Şeyx Heydərlə mübarizədə Fərrux Yasara köməklik göstərdi. Bu Yaqub padşahı idi, Sultan Yaqub. Yəni, deməli, Sultan Yaqub belə Y ilə başlayıramsa D variantı. 16-cı sual. Aha. Məntiqi ardıcıllığı tamamlayın. Sual tam düşürmü? Məntiqi ardıcıllığı tamamlayın. Monqollar Gəncə, Bərdə, Beyləqan, Şabran şəhərlərini tutub qarət etdilər. 1239-cu ildə Monqollar Dərbənd qalasında tutdular və nəticədə nə baş verdi? Ümumiyyətlə, Dərbəndin tutulması tamamilə Azərbaycana Monqollar sahiblənirlər. İndi bizə belə bir cavab axtaracaq. Monqolların Azərbaycana birinci yürüşü başa çatdı. Xeyr, bu söhbət burada ikinci yürüşdən gedir. A variantı səhvdir. Azərbaycanın işğalı tamamilə başa çatdı. Bəli, B variantıdır. Niyə deyirik? Çünki birinci yürüş qeyd elədik ki, deməli 1220-1222-dir. İkinci yürüş 1231-1239-dur. Üçüncü yürüş 1256-dan gedir. Yəni bizdə söhbət ikinci yürüşdən gedir. Yəni tamamilə Azərbaycana sahiblənməkdən. Düzgün cavab burada B variantıdır. 17-ci sual. Şirvanşahlar dövlətinin tarixində 14-cü əsrin 80-ci illər tarixinə aiddir. Yəni bizə lazımdır təxminən 1380-lər. Deməli, başladıq. Şeyx İbrahimin Şirvan şahı elan olunması, bəli, 1382-ci ildə Şirvanşahlarda Dərbəndilər sülaləsi hakimiyyətə gəlir və Şeyx İbrahim Şirvan hakimi elan olunur. Bir düzdür. Dərbəndilər sülaləsinin devrilməsi yox, hakimiyyətə gəlməsidir. Devrilmə 1538-dədir. 2 yanlışdır. Hüşəngin üsyan nəticəsində öldürülməsi 1382-də, bəli, Hüşəng ölür ki, yerinə İbrahim Dərbəndi gəlir. 3 düzdür. Şeyx Cüneydin Şirvana yürüyüşü 1460-dır.
Bu səhvdir. 15-ci əsrdir. Ümumiyyətlə Şeyx Cüneyd Ərdəbil hakimidir. 5. Şirvanşah 1-ci İbrahimin Təbrizə daxil olması 1406-dır. Yəni 15-ci əsrdir. Düzgün cavab D variantı 1-3. Növbəti sual 18-ci sual. Deməli 18-ci sual biraz aydın qoyum. Aha. 11-ci əsrin 60-cı illəri Böyük Səlcuq dövlətinin və 12-ci əsrin 90-cı illəri Eldənizlər dövlətinin tarixinə aid ümumi cəhətə baxaq. Deməli 1060-lar və 1190-lar. Azərbaycan dövlətinin tərkibinə daxil olması, Azərbaycanın dövlətinin tərkibinə üzr istəyirəm. Bəli, Azərbaycan dövlətinin tərkibinə daxil idi hər ikisində də. Çünki 1066-cı ildə Şirvanşahları, daha doğrusu özünə tabe eləməklə bütünlüklə Azərbaycanın özünə ram elədi Səlcuqlar. Eləcə də Qızıl Arslan zamanında da Eldənizlərin tabeçiliyinə tamamilə keçdik. Daha doğrusu Qızıl Arslandan öncə də tabeçilikdəydi. Yəni 90-cı illər yenə o dövrə düşür. Deməli, biri götürürəm. Dövlətin paytaxtının dəyişdirilməsi. Xeyr, məsələn, Səlcuq dövlətinin paytaxtı biz bilirik ki, 1038-də Nişapurdu, 1043-də Reydi və 1073-cü ildə isə İsfahandır. Eldənizlərin də paytaxtı ilə yaranan Naxçıvan, daha sonra isə Təbriz olub 90-cı illərdə, amma hər ikisi üçün ümumi cəhət deyil. 3. Türk mənşəli sülalə tərəfindən idarə olunması. Bəli, hər ikisi də türk mənşəli idi. 1-3. Hakimiyyətə yeni hökmdarın gəlməsi. Böyük Səlcuq dövlətinin Səlcuqlardan bəli 1063-cü ildə gəlir Alparslan, Eldənizlərdə də 1191-də gəlir Qızıl Arslan. Bəli, bunu götürə bilərəm. Dövlətin süquta uğradılması yanlışdır. Eldənizlər 1225-də, Səlcuq isə 1157-ci ildə süqut edir. Düzgün cavab 1-3-4, yəni B variantı. Daha sonra deməli 19-cu suala baxaq. Əmir Çoban, Fəzlullah Rəşidəddin, Nizamülmülk və Qızıl Arslan. Deməli, gəldik Əmir Çoban, Cəlalilər. Xeyr, Əmir Çoban xidmət göstərib Hülakilər dövlətində. Fəzlullah Rəşidəddin götürüb Şirvanşahlar. Xeyr, Hülakilərin zamanında, bu da səhvdir. Nizamülmülk Atabəylər düzdür. Qızıl Arslan o da Atabəylərdəndir, düzdür. Yox, Qızıl Arslan da Atabəylərdəndir də. Aha. Nizamülmülk Hülakilərdəndir, üzr istəyirəm. Nizamülmülk Hülakilərdəndir və Fəzlullah Rəşidəddin bayaq dedik 2 uyğun gəlmir, amma 5 uyğun gəlir. Deməli, düzgün cavabımız 4-5-dir. Daha sonra 20-ci suala baxaq. 1066-cı ildə Səlcuq dövləti tərəfindən tabe edilmiş Azərbaycan dövlətinin paytaxtını müəyyən eləyək. Deməli, söhbət Şirvanşahlardan gedir. Şirvanşahlar dövlətində paytaxtı o vaxtı Şamaxı idi. Çünki Şamaxı 918-dən 1192-yə qədər paytaxt olub. Yəni, düzgün cavab burada D variantıdır. 21-ci sual. Bunu belə qoyaq. Tak. Xeyli müddət saray müxalifətinə və iri feodal qruplarına qarşı mübarizə aparmalı oldu. 1190-cı ildə Həmədan döyüşündə İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub etdi və oğlu ilə birlikdə əsir aldı. Mətndə adı çəkilən hökmdarın Məhəmməd Olcaytı ilə oxşar cəhəti. Söhbət burada Atabəy hökmdarı Qızıl Arslandan gedir və müqayisə eləyəcəyik. Deməli, Hülak hökmdarı Məhəmməd Olcaytı Xudabəndə ilə. Baxaq. Deyir ki, eyni bir dövlətin hökmdarıdır, xeyr. Qardaşından sonra hakimiyyətə gəlib, bəli, düzgün cavabdır. Məhəmməd Olcaytı Qazan xandan, o digəri isə, deməli, qeyd elədik. Deməli, kimdən getmişdi söhbət bayaq? Qızıl Arslandan. Qızıl Arslandan Məhəmməd Can Pəhləvandan sonra. Deməli, səhvdir, 2 düzdür, qardaşdan sonra. Eyni əsrdə hakimiyyətdə olub. Xeyr, əsrləri fərqlidir. Məhəmməd Olcaytını deyirəmsə, mən artıq 14-cü əsrdən danışıram. Digəri isə 12-ci əsrdir, səhvdir. Ölümlərindən sonra feodallar arasında qarşıdurmalar olub. Bəli, bu düzgün cavabdır. Deməli, 2-4 C variantı. Daha sonra 22-ci suala baxaq.
Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Deməli, Cəlalilər dövlətinin paytaxtı olduğu. Cəlalilər dövləti 1340-da yaranıb, 1359-a qədər paytaxtı Bağdad idi. 1359-dan ta 1410-cu ilə qədər paytaxtı Təbriz şəhəri olmuşdur. Biz buna nəzər yetirəcəyik. Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə gəlməsi ümumiyyətlə Cəlalilərlə əlaqəsi yoxdur, səhvdir. Canı bəy Təbrizə gəlib 1357-ci ildə Hülakilərə son qoymaq üçün. Şeyx Həsənin Bağdadda hakimiyyəti ələ keçirməsi, bəli, Bağdadda ələ keçirir, amma dövlətin paytaxtını Təbriz yox, Bağdad edir. C variantı. Azərbaycan tarixinin Çobanilər dövrü. Xeyr, bu gedir yenə Hülakilərin zamanına. Bizə Cəlalilər axtarırıq. Hülakilər dövlətinin varlığının sona çatması 1357 əlaqəsi yoxdur. Bəli, dedik ki, 1367-ci ildə Şirvanşahları özünə tabe edir. 1359-cu ildə isə Azərbaycan böyük bir hissəsini. Yəni, Şirvanşahın Cəlalilərə tabe edildiyi dövrdə 1367-ci ildə Təbriz Cəlalilər dövlətinin yenə də paytaxtı idi. Düzgün cavab 22-də Y variantıdır. Daha sonra 23. Eyni əsrdə baş vermişdir. Şirvanşah 1-ci Fəribürzün Səlcuq Sultanının ali hakimiyyətini qəbul etməsi 1066, bu elir 11-ci əsr. Gürcü hökmdarı 4-cü Davidin Şirvana hücumu 1124-25-ci illərdə, yəni bu elir 12-ci əsr. Slavyanların Şamaxını ələ keçirdib qarət etməsi 1030-cu illərdə, yəni bu da elir 11-ci əsr. Deməli, 1-3-11-ci əsr oldu. Monqolların Şamaxını ələ keçirib əhalini məhv eləməsi, deməli, bu 1221-dən gedir söhbət. Cəlalilərin Şirvan ərazisini zəbt etməsi, Cəlalilər 1367. Deməli, ilə 11-ci əsrə eyni əsr olan 1-3-dür. Daha sonra digər, Sacilər dövlətindən fərqli olaraq Salarilər dövləti Azərbaycanın şimalında yaranmışdı. Azərbaycanın şimalında nə Saci, nə də Saları şimalda yaranmayıb. Çünki paytaxt şəhəri haradır? Sacilərin paytaxtı, ilk paytaxtı Marağa, daha sonra Ərdəbil. Salarlərin də paytaxtı Ərdəbil olub. Yəni, cənubda yaranıblar. 2. 10-cu əsrdə yaranıb. Bəli, Sacilər 9-cu əsrdə, yəni 898-də. Salarilər 941-də, yəni 10-cu əsrdə yaranıb. 2-ni götürürük. Azərbaycan torpaqlarını birləşdirmişdir. Hər ikisi Azərbaycanı vahid şəkildə birləşdirib. 4. Paytaxtı yalnız Ərdəbil şəhəri olmuşdur. Bəli, yəni Sacilərin 2 paytaxtı olub. Birincisi Marağa, sonra Ərdəbil. Amma Salarlərinki elə ancaq Ərdəbil olub. 4-ü götürürəm. Azərbaycanın cənubunda bu oxşar xüsusiyyətdir. Deməli, düzgün cavabım 2-4-dür. Daha sonra deyir ki, xəritədə ulduzla verilmiş şəhərin erkən orta əsrlər tarixinə aid xüsusiyyətini müəyyən edin. Ulduzla hansı ərazi verilib? Dərbənd tərəf verilib. Deməli, Dərbəndlə bağlı, amma bizə lazımdır erkən orta əsrlər. Erkən orta əsrlər aiddir 3-11-ci əsrlərə əhatə edir. O dövrə baxaq. 869-cu ildə oradakı hakim özünü müstəqil elan eləmişdi. Bəli, söhbət Haşim ibn Surakadan gedir. Haşimilər nəslindən idi, ərəb mənşəli idi. 1. 8-ci əsrin ortalarında müstəqil idarə olunurdu. Xeyr. Ərəb əsilli Haşimlər sülaləsi, bəli, 1-3 bayaq dedik onu. Öz müstəqilliyini 11-ci əsrin sonuna qədər qoruyub saxlamışdır. Xeyr, bu da yanlışdır. Çünki hələ 988-ci ildə varlığına, belə deyək, özünə tabe eləmişdi Şirvanşahlar. Bir dəfə də 1075-ci ildə birləşdirmişdi tamamilə yeni Şirvanşahlar. Daha sonra gəldik 26-cı suala. Hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Şeyx Cüneydin iştirakı ilə Samur çayı sahilindəki döyüş 1460. Şeyx Heydarın iştirakı ilə Şahdağ döyüşü 1488. Şeyx Səfiyyəddinin Səfəviyyə Sufi təriqətinin əsasını qoyması 13-cü əsr. Sultan Əlinin iştirakı ilə Şəməsi döyüşü 1494. Bu arada Şeyx Cüneyd Samur döyüşünü aparıb, Qaraqoyunlu Cahanşah və Şirvanşah Xəlilullaha qarşı. Şeyx Heydər Şahdağ döyüşünü aparıb, Ağqoyunlu Yaqub və Birləşmiş Qüvvələri və Şirvanşah Fərrux Yasara qarşı. Deməli, Yaqubdan Fərrux Yasar birləşir. Şeyx Heydəri 1488-ci ildə Şahdağ döyüşündə məğlub edir. Sultan Əli isə Şəmməsi döyüşündə, deməli, Rüstəmlə mübarizədə məğlub olub. Daha sonra
Gəldik 27-ci suala. Aha. Aydın düşmədi desən. 27-ci sual biraz aydın tutum. Aha. Deməli, uyğunluğu müəyyən edin. Şəddadilər dövləti paytaxtı Gəncə olan müstəqil dövlətin əsasını qoymuşdur. Söhbət 1-ci Ləşkəridən gedir. Səlcuq dövləti ilə müqaviləyə bağlayaraq ona tabe olan Əbləsvar Şavru idi. Dəbilin ələ keçirilməsi və müstəqil əmirlik yaradılması 951-ci ildən gedir söhbət. Məhəmməd İbn Şəddaddan gedir söhbət. Daha sonra mənbəni oxuyaq. Aha, belə tam aydın oxuyaq. Tatarlar Həmədandan qurtarıb 1221-ci ildə Azərbaycana tərəf hərəkət etdilər və Ərdəbilə gəldilər. Ərdəbilə alıb orada böyük qırğın etdilər və şəhərin çox hissəsini dağıtdılar. Sonra oradan çıxıb Təbrizə tərəf yönəldilər. Deməli, söhbət 1221-i görürəmsə Monqollardan gedir. Təbrizin əsl hakimi Atabəy Özbək oranı buraxıb getmişdi. Çünki o fəaliyyətsiz bir əmir idi. Azərbaycan və Arran onun ixtiyarında idi. Mənbədə 28-ci sual. Bəhs edilən yürüyüş zamanı Azərbaycanda Təbrizin hakiminin adını yazın. Bu arada şəhəri müdafiə edən Şəmsəddin Toğray idi. O qədər belə deyək də güclü müdafiə edir ki, həm Təbrizin müdafiəsinin güclü olması, bir tərəfdən də yüksək xəracın verilməsi Monqolları sonradan fikirlərindən daşındırır. Nəsə Təbrizi tutmurlar, tərk eləyəcəklər. Ümumiyyətlə Monqolların birinci yürüyüşü zamanı 3 dəfə Təbriz dağıntıdan xərac verərək qurtarılır. Bir dəfə də Gəncə. 29-cu sual. Atabəy Özbək ilə Xarəzmşah Məhəmmədin mənbədə bəhs edilən yürüyüşlə bağlı davranışlarındakı oxşar cəhəti yazın. Atabəy Özbək, Xarəzmşah və Məhəmməd. Deməli, Monqollar Xarəzmşahlar üzərinə hücum eləyəndə Xarəzmşah Məhəmməd də Atabəy Özbək kimi qətiyyətsizlik göstərmişdi. Yəni, belə deyək də, mübarizə aparmamışdı Monqollardan. 30-cu sual. Mənbədə bəhs edilən bu yürüyüşün Monqolların Təbrizi ala bilməmələrinin səbəbini yazın. Təbrizi bayaq dediyim kimi bunun izahını verdim. Ona görə ala bilmədilər ki, Təbriz əhalisi ciddi müqavimət göstərdi. Şəmsəddin Toğray ciddi müqavimət göstərdi və xərac verdilər, böyük bir xərac. Buna görə də Monqollar şəhəri tərk etməli oldular. Bu qədər. Hələlik.